Kosmetologun kimdir? Sabina doktor. Çox daha falı gedərlər elə bir. Bu təzələri tanımıram ama. Özümə söz vermişəm. Daha önce gedən deyiləm falçıya. Dekorlar xoş gəlmisən. Necəsən versə? Nə bilim ay bacı. Mən bilmirəm aşkım. Bilmirəm. Bilmirəm ürəyim. Falçı bilmirəm. Nə də getmirəm. Can. Necəsiz yaxşı? Çox sağ ol dekorlar və xonçalar. Çox sağ ol ürəyim. Neyse bu kız da xahiş edirəm. Falçılardan danışacaqsa bağlayım canını, başımıza dönərəm. Getmirəm, uzatmayaq. Xahiş edirəm. Mən falçıya getmirəm, uzatmayaq. Başqa heç nədə danışmayaq. Tanımıram falçı bacı mən. Tanımıram, getmirəm də. Qurban olum, xahiş edirəm sizdən. Mənə falçı haqqında heç nə deməyin. Və deyəcəksiniz, səssiz atılacaqsınız. Çox xahiş edirəm. Falçı haqqında heç nə yazmayın. Getmirəm, fisə qutardı. Gel hayatım ya Allah. Gəlim toylardan danışaq. Nə toy aşkım? Başınıza dönərəm. Falçıdan danışmayın, qurban olun. İTS. Şeydə yazın. Trendyolda. İTS firması. Bahalıdır şalvarları, oran şalvarları çox bahadır. Çox. Can, Zəhram, xoş gəlmisən. Saç rəngi yaxşı deyil. Ola bilər aşkım. Nə deyim ki, Dəniz xanım? Mən belə xoşdur da başıma dönüm. Bu saçı mən daşıyıram da, qurban olum. Salam, nəfəs necəsən? Yox, Dəniz xanım, xətrimə dəyməmişsiniz, narahat olmayın. Sonuncu paylaşma geymişdir. Ona deyirəm də İTS. Allah haqqı bilmirəm neçə alıb, qızımın şalvarıdır. İnşallah, amin inşallah. Hər zaman toy olsun, ruzunuz bol olsun, müştəriniz də daim olsun. Beğenirsiniz kızlar, nə tərsiz. Bacı qurban olsun sizə. Arıqlamışam. Sabuncu paylaşım, statusumda paylaşdım. Sabuncu paylaşı. O ne demeydi bacı? Salam. Çok sağ olun. Dekorları əziyyət çəkmə ürəyim. Canımsan. Allah sizin de rozunuzu getirsin. İşe gitmemse birazdan çıkacağım ürəyim. Birazdan çıkacağım. Birazdan çıxacağım. 1% işləyən maklerlər varsa mənə deyin də hardadır. 1% işləyən, 2% yox. 2% yox, 1% işləyən maklerlər istəyirəm qızlar. Əgər bilsəz mənə nömrəmə yazarsınız da 1% işləyən maklerlər olsa çox xahiş edirəm. 1%, 2% yox. Mənə bir dənə deyərsiniz də onun olar, xahiş edirəm.
Ha, ana, bacı anan durur biz bir... Estağfurullah. Salam bacı. Ne olur həcc deyin. Hadaki günlərə təzə paltar. Valla mən baxmıram elə işlərə. Qurban olaram sənə. Gül xanım siz özün gözdən sala bilər. Kimdir ki məni gözdən salsın? Bu bir. İkincisi də ki mən mağazanın müdürü deyiləm. Nə də mağaza işlətmirəm ki işçilərinə mən cavab deyəlam. Gözəl bacım, canım bacım. Sözünüz var, özünə deyin. Gəlib mənə deməyin. Mənə o qadın maraqlandırmır, nə də onun haqqında nəsə mənə maraqlandırmır. İndiyənə qədər Günel ticarətdə mən olduğum müddətcə, məndən də qabaq işləyən oldu, xanım məndən də qabaq işləyib orada. Yəni kimin haqqında nə soruşmusunuz, heç vaxt sizə cavab verməmişim. Heç vaxt. Özünüz bilirsiniz də, hər zaman demişəm ki, Allah canlarını sağ eləsin, ruzuların bol eləsin, Allah yollarını açıq eləsin. Çünki onlar uşaq saxlayırlar. Amma bunun da Allah ruzusunu versin. Tək mən desəm ki, ruzu vermə, Allah ruzu verməyəcək. Mən kiməm ki? Mən o qadından bir qadın olaraq xoşum gəlmir. Bu da mənim şəxsi fikrimdir. Nəyə görə xoşum gəlmir? Mən həyatı boyu mənim ad günümdə mən zəhləm gedir də süpürgəçi sözündən. Amma çöldəki süpürgəçilər var ha. Mənim ad günümdə onlar mənə gül alıb gətirmişdilər. Bax, and dolu o yaradana. Onlar mənə gül alıb gətirmişlər, mənə sürpriz eləmişdilər. TikTok'da məni izləyirlərmiş, bilirlərmiş ki, mənim ad günümdür. Orada Günel ticarətin qabağında işləyən süpürgəçilər yoxdur. Həmişə gəlirdim, onlarla görüşürdüm, qucaqlaşırdım. Gəlib Günelə girəndə məni qucaqlayırdılar, öpürdülər. Mən onlarla hər zaman, mən heç vaxt heç kimi həyatı boyu axşalamamışam. Mən kiməm ki, mən də onlar kimi bir bəndəyəm də. Bir insandan yalnız vəzifəsi artıq ola bilər. Mən üçün insanların hamısı eynidir. İstəyir cibi boş olsun, istəyir dolu olsun. Mən heç kimin cibi ilə maraqlanmıram. Başa düşdünüz? Onun cibindəki puldan mənə dəxlisi yoxdur. Və yaxud da onun yaşadığı evdən, və yaxud da onun sürdüyü maşına mənə heç bir dəxlisi yoxdur. Onundur da, şəxsi onundur. Çıxardıb mənə verməyəcək ki. Ona görə mən heç bir kağız parçasına görə, dəmir parçasına görə, daş parçasına görə mən ona qiymət vermirəm. Hansısa bir şmotkaya görə qiymət vermirəm. Onlar mənə ad günümdə gül alıb gətirmişlər, balaca dipçəkdə gül də. Allah haqqı, elə sevindim ki də, yəni məni çox istəyirlər də, yəni başa düşdünüz? Hə, yəni düşünməyin ki, bunu da nəyəsə görə deyirəm ha, onun şəxsiyyətinə mən heç nə deyə bilmərəm. Adından xoşum gəlmir, всё. Amma onun şəxsiyyətinə bəlkə də super qadındır, bəlkə də o qədər gözəl ürəyi var ki, bəlkə də nə bilim, nədir? Amma mənim bir ana kimi ondan xoşum gəlmir. Xoşum gəlmədiyi insana da mən yalanlar eləyə bilmərəm. Bu da mənim xəsiyyətimdir. Özü bilər də yəni. Hə, mənə düşmədi 40 yaş. Eləmişdim amma düşmədi. Siz sağ olun ürəyim. Yəni məsəl üçün deyirəm də, bəlkə məndən də yaxşı qadındır, bəlkə super qadındır. Amma mən bir ana kimi ondan xoşum gəlmədiyi üçün mən ona səmimi ola bilmərəm. Nə də söhbət edə bilmərəm onunla mən. Söhbət edə bilmərəm, yəni mümkün deyil. Mən onunla durum söhbət edirəm. Hə, etməzlər bilirəm ürəyim. Etdim ondan. Ailənlə barış. Məndən sən, yox ayrıyım. Aşkım o həzidə işləmir ki, ürəyim. O şeydə işləyir. Həfsanla zabratda işləyir ömrüm günüm. İnşallah.
Aşkım, mən dişlərimi öz dişlərimdə ömrüm günüm. Mən hamı burada lağ elirdi ki, get dişi düzə. Hamısı öz dişimdə aşkım. Bulumlatmışam ama öz dişimdə. Görmürsünüz, biri xırda, biri böyük. Öz dişimdə aşkım. Mən ehtiyac olarsa, dişim tökülərsə, ehtiyacım olarsa, gedib dişlərimi düzəltdirəcəm. Amma mən diş düzəltdirmək, aşkım, mən bir dənə bulumu 3 aya qoydururam. O güzgü var, güzgü dilimə deyəndə qaytarım İraq üzüzdən. Bir dişimin bulumun 3 ay çəkir. Bir dənə bu Nigar xanım da necə yazığı əziyyət çəkdi məndən. Gedirdim, eləyə bilmirdi, qaytarırdım. O güzgü deyəndə pambığı ağzıma qoyanda ögü-ögüyə qalıram. Düzəldə bilmirəm ki mən diş. Aşkım, mən dırnaq eləmirəm. Yo, istəmirəm aşkım, istəmirəm. Mən niyə dişimi yondurum ki, öz sağlam dişlərimdir da. Salam xanım, necəsiz? Yaxşısınız, necəsiz? Yox, ürəyim, mən 3 ildir dırnaq eləmirəm. Ay bacı. Sabrina xanım, qurban olun. Belə şeylər yazmada mənim canımda. Nigar xanım çox yaxşı, savadlı həkimdir özdə. Nigar xanım 7 nömrəlidir. Necə gülə bilirsiniz siz? Belə. Belə bacı, sən gülməyi öyrənmək istəyirsən, can. Əvvəl salonda işləyirdim də aşkım, gör neçə ildə çıxmışam salondan. Məcbur edəcəksən. Hə də əlbəttə ki edəcəm, ay ürəyim. Türkiye'den Azerbaycan'a salamlar, çok sağ ol. Привет из Казахстана. Kazakhstan'a çoxlu salamlar. İşləyirəm aşkım. Niye görməsin qiymətlənən komplekti. Komplekt nədir bacı? İndi nə işləyirsiniz? İndi gün elde işləyirəm. Salam bacı, Allah rəhmət eləsin. Mamanıza gücü durursa çox sağ ol ürəyim, Allah razı olsun. Kazakhstana çoxlu salamlar. Bunlar ömrü boyu yaz tutanlardı, yazanlar. 3 ildə atam rəhmətə gedib hələ də küsəm həyat. Həyata küs olmaq o demək deyil ki, canını açım, oturum cəmaatın səhərin gözü açılmamış mazgisi ilə oynayayım, zırıldayım, ahımı töküm cəmaatın üstünə. Oturub sizlə söhbət edirəm də, niyə ağlamağımı görməlisiniz axı? Olur indi bəzi yayımlarda olur, özümü saxlaya bilmirəm, ağlayıram. Bu demək deyil ki, hər gün canlı açıb oturub qabağında siz üçün ağlamalıyam. Nə bilirsən ki, mən ağlamıram, nə bilirsən mən darıxmıram, nə bilirsən, yanımdasan. Cəmaatın dərdi səri özünə bəsdir. Hər ən bir dərdi var. Biri, nə bilim, Allah köməkləri olsun, övlad dərdi çəkir. Biri ana dərdi çəkir, biri ata dərdi çəkir. Biri ailə dərdi çəkir, biri bir soy övlad dərdi çəkir. Nə bilirsən kim nə yaşayır? Buradakilərin elə hamısı xoşbəxtdir. Hər ən bir dərdi var. Mən də oturum qabağında başlayım zırıldamağa, nəfsimə, azarımı, bezarımı töküm cəmaatın üstünə. Niyə elə danışıram da? Yaxşı ürəyim. Xeyr. Mən həyatı boyu heç kimin dalıcan burada danışmamışam. Qızlar, qurban olaram sizə. Bax, sizə ant verirəm o göydəki yaradana. İndiyənə qədər siz görmüsünüz mən hansısa bir yaxınımdan burada danışım. Görmüsünüz, qurban olaram sizə. Mən kimisə dalıcan buradan danışmışam. Həyatı boyu, yox. Heç vaxt danışmaram.
Çox sağ olun, qurban olaram sizə. Gördünüz, heç vaxt danışmaram. Heç vaxt, heç kimin haqqında danışmaram, heç vaxt. Yoldaşımın dalınca danışmamışam. Yaşadığımı danışmışam. Öz yaşadığımı danışmışam. Mən yoldaşıma buradan söz ötürməmişəm. Mən buradan deməmişəm ki, ay yoldaşım bilirsən filan şey filan oldu. Mən demişim ki, mənə xəyanət edib ayrılmışam. Eşitməmişəm can. Bir yoldaşın dalınca danışmaq normaldir, hamı danışır. Özdə yoldaşımın dalınca pis danışmamışam. Demişəm, mənə xəyanət edib ayrılmışam da. Ne demişəm ki, ay bacı, qurban olmadı, ne demişəm? Heç nə deməmişəm, Allah haqqı. Salam, yox ürəyim. Həmişə deyib uşaqlarımın atasıdır. Canımsınız qızlar, çox sağ olun. Allah canınızı sağ eləsin. Canımsınız. Yo. Falçı zat söhbətin yığışdırmışam aşkım. Falçı malçı deməyim, mənə xahiş edirəm. Heç bir falçı zat adı çəkməyin. Heç vaxt mən yoldaşıma da bir dənə demişəm ki, xəyanət eləyib ayrılmışam. Qaynanamı soruşmuşsunuz, demişəm ki, qaynanamla anamla da yaxşı yola gedirdim. Yenə də deyirəm. Mən qaynanamla anamla da yaxşı yola gedirdim. Anamla bir də gördünüz ki, sözlərimiz üst-üstə düşmürdü. Amma qaynanamla anamla da yaxşı yola gedirdim. Ya mənim onlarla heç bir problemim olmayıb heç vaxt. Yalan danışa bilmərəm. Sadəcə olaraq mən onlarla niyə danışmıram? Uşaqların atasının uşağı olduğunu bilə-bilə onlarla görüşüb mənə deməyiblər. Gizlindən görüşüblər. Onlarla heç bir problemim yoxdur. Yəni qardaşların uşağı ilə görüşüb, gəzdiyi ilə görüşüb deyənə onu qəbul ediblərdi. Yəni qıraqda qəbul ediblərdi. Bir də danışmıram. Günələr də qəlbi. Balaca baldızım günələ gəlmişdi. Yəni salam ürəyim, salam həyatım, xoş gəlmişsən. Yaxşı, sağ olun, istəyəcəsin. Karma çox pis geri dönür qızlar, eləməyin. Çox gözəl qazanırsan, çox gözəl pullar gəlir sənə, amma çox pis də gedir. Hələ mən itə pişiyə o qədər yemək alırdım. Yenə də karmasını pis ödədim. Uşaqlarımın atası gəldi, hə. Gəldi. Aydan Cavadov. Başva dönərəm. Birincisi Cavadov yox, Cavadova. Başva dönərəm səni. Get özünə denə. Çox sağ ol ürəyim. Allah razı olsun. Ahlət sənə çox şeytan. Karma nədir? Yəni elə pul gəlir, onun 100 qatı səndən çıxır. Salam. Qaş əkdirmişsiniz, hə. Pişiklərin evdə, hə, ürəyim evdədir.
Aşkım, ritual eləyirsən, pul gəlir, amma onun 100 qatı pis yerdən çıxır. Mənim qaşlarım əkən Xəlil doktordur, 1500 əkir. Hə, düz. Salam, necəsiz? Ay, sağ ol. Ancaq Allaha dua eləyin. Allah, qurban olum Allaha. İnşallah hər şey yaxşı olar. Hə, çıxıb ürəyəm. Yox, ürəyəm elə satmamışam. Atam sağdır. Allah valideynlərimizin canı sağ eləsin. Əbacım, mənim yoldaşım yoxdur. Subayam, xalis subay. Əkilmə qaş daimi qalır. Hə, daimi qalır. Salam. Daimi qalır, hə. Gün ildə işləyirəm. Subay olmaq yaxşıdır. Subaylıq, sultanlıq da. Salam, necəsən qamışlar? Sağ olun, siz necəsiz? Nə oldu? Nə oldu? Atanı reklam edirdin, indi atalıq. Atamın yox, ay bacı, uşaqların atasından danışıram. Uşaqların atasından danışıram, öz atamdan danışmıram. Estağfurullah, tövbə təqsir. Can. Nə bilim, ay ürəyim. Uşağım var, hə, var. Şəhərdən biraz uzaqlaş, keyfiniz düzəlsin. İstəyir dünyanın o biri üzünə gedim, dünyanın o biri üzünə gedim. Əgər ürəyimdəki mənimdədirsə, mən heç vaxt düzəlməyəcəm. 2. Əgər ruzu üçün yandırırsansa, hə. İşləyirəm, həzaslanıb da işləyirəm. Haqlısan, amma hər gün eyni işləri görmək sıxıcı olur. Məcburam. Səni çox istəyirəm, çox sağ ol ürəyim. Maraqlı deyil mənə ürəyim, buğa bürcü. Var ürəyim, Gümüş xanım var. SMS-i oxuyub niyə cavab vermirsən? Nə dedin ki, ürəyim, mən sənin SMS-i oxumamışım, heç görməmişəm də. Təzdən yaz, zəhmət olmasa. Elişcan. Neçədir? 35'dir də oradakilərin hamısı. Aleyküm salam, xoş gəlmişsiniz. Salam. Aleyküm salam. Siz necəsiz? Yaxşı deyim, yaxşı olun.
Qəşəngdir gözəl bacım. Cana çox sağ ol ürəyim. Güneldən paltar əlbəttə ki geyinirəm ay bacı. Əlbəttə ki geyinirəm. Güneldən paltar geyinənlərdən artığam mən. Əlbəttə ki geyinirəm. Günelin paltarlarının nə olub ki, qurban olum. Hər yerdə od qiymətinə də Güneldə daha ucuzdur. Bacı qurban olsun sizə. Nə olub Günelin paltarlarına? Başınıza dönərəm sizin. Bilmirəm adın aşkım. Siz kaç bölücüsüz can? Hə aşkım. Bilmirəm ay ürəyim. Hövsandan xəbərim yoxdur. Hele hiç fikir verme. Fikir verme. Salam, aleyküm salam. Ay bacı, qurban olum. Sənin yazdığın düşmür, sualın düşür ancaq. Ancaq sual qoymuşsan, amma yazdığın düşmür. Ya da mən görmürəm, düşürsə də. Bırçılar mərdə alır. Kimə lazım deyir. Deyir ki, yanan da bizi, yaman da bizi. Bilsən necə, insanlar bəzən yalanı daha çox sevirlər. Gerçəklər o qədər acı olur ki, kim necə yazırsa xarakterinə xəbər verir can. İnsanlar o qədər yalanı sevir ki, doğrular bəzən canımızı incitdiyi üçün biz yalana daha çox üstünlük veririk. Mən də sözümü saxlaya bilmirəm də, lappadan deyirəm. Lappadan dediyim üçün də hər zaman pis adam oluram. Hər zaman. Yəni, neyin bacı saxlaya bilmirəm də, rola girə bilmirəm, afrist eləyə bilmirəm, yurist eləyə bilmirəm. Sözümü saxlaya bilmirəm. Allahımıza and olsun. Qabaq salonda işləyəndə xəsiyyətimi bilirdilər də. Bilirdilər ki, mən gəldi deyirəm də, saxlaya bilmirəm. Sırazı mən elə sözü demək istəyəndə deyirdilər ki, 9 dəfə 9'um. Yəni, elə deyəndə özümü yığışdır, demə. Mən də özü saxlayırdım, çıxırdım oradan. Bilirdim ki, özümü saxlaya bilməyəcəm, yenə də deyəcəm. Hə, saxlaya bilmirəm də, bacı, nağarım. Yalandan rola gireyim, onu da eləyə bilmirəm. Biz Allah belə işlər bacı qurban. İnşallah olar. İnşallah. Akşam ne güzel danıştın. Çok sağ ol ürəyim. Xumara oxşayırsan. Hə, o mənə demişdilər. Maşallah gündüz olsun. Allah olmayanlara kısmet eləsin. Tırnaqlar niye yoktu? Ne bileyim, koymuram. Kızlar durun, ben işe gedim. Sizi çok sevirəm. Çok sevirəm. Takibimde olmayanlar bir dənə takip atsın da, ne olur, xahiş ederim.